ki. Ölkə ərazisində güclü yağışla müşayiət olunan hava şəraiti yollarda müxtəlif bağıntılar xəbər. Yağışın yaratdığı sel Şabran rayonunda yolun bir hissəsini tamamilə kəsir. Hadisə ilə bağlı daha ətraflı məlumat almaq üçün aidiyyatı qurumla əlaqə saxlamaq mümkün olmayıb. Yağışlı hava şəraiti ilə əlaqədar Ağsu çaydan keçən sel suları rayonun Araq-Curuqlu Maşatqanlı kənd avtomobil yolunun bir hissəsini yararsız hala salıb. Hazırda Maşatqanlı kəndi ilə rayon mərkəzinin nəqliyyat əlaqəsində müəyyən məhdudiyyət yaranıb. Əraziyə polis, digər aidiyyatı qurumların əməkdaşları və texnika cəlb olunub. Yolun açılması istiqamətində işlər görülür. Aprelin 17-sində gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 6-9 dərəcə isti, gündüz 12-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu olacaq. Azərbaycan rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-9 dərəcə isti, gündüz 13-18 dərəcə isti. Dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.